bildiyiniz kimi oyun qaydalarda dəyişikliklər var və hakimlərə onları çatdırmaq. UEFA yeni təlimatlar bizə yollayıb, yəni iyul ayın 23-də bütün UEFA konvensiyasına daxil olan ölkələri onlayn mitinqdən dəvət olunmuşdu. Azərbaycan Hakimlər Komitəsini təmsil edən şəxs mən idim. O onlayn mitinqdə əlavə UEFA-nın təlimatları varla bağlı, qaydalarla bağlı əlavələr oldu və o əlavələri biz hakimlərə çatdırdıq. Düşünürəm ki, hakimlər onu qavrayıblar və bizim milli çempionatda, yəni yeni mövsümdən istifadə edəcəklər. Əlavə olaraq təlim məşq toplanışında hakimlər fiziki yükləmələri aldılar, nəzəri dərsləri oldu və ümumiyyətcə təlim məşq toplanışı çox effektiv, çox faydalı oldu bizim hakimlərimiz üçün. Düşünürəm ki, hakimlərimiz özlərini yaxşı tərəfdən yeni mövsümdə təqdim edə biləcəklər. Bu 4 günlük seminerimizde VAR protokolüne uygun eğitimler yapmaya çalıştık. Dünya Kupası'ndan sonra VAR'da geniş kapsamlı değişiklikler oldu. O değişiklikleri Azerbaycan hakemliğine kazandırmaya çalıştık. Biliyorsunuz artık VAR futbolun değişmez bir parçası oldu. VAR'sız artık futbolun devam etmesi mümkün değil ve tam manasıyla entegre oldu. Fakat UEFA VAR'la birlikte maç yönetilmesini son zamanlarda karşı çıkmaya başladı. Bunun için ülkeleri de sık sık uyarıyorlar ve eğitimlerinde VAR yokmuş gibi maç yönetilmesini istiyorlar. Daha önce sadece kendi hakemlerini eğitirlerken şimdi artık 55 tane ülkenin hakemlerine de sık sık mesajlar göndererek, onların hakem kurullarıyla da iletişime geçerek, onları eğiterek de hakemliğin tekrar sahaya dönmesini istiyorlar. Hakemliğin sahada yapılmasını istiyorlar ve video yardımcı hakeme ancak ve ancak çok büyük bir hatada ihtiyacı olmasını istiyorlar. Biz de bu anlamda bu 4 gün içerisinde video yardımcı hakemlikle ilgili bütün değişiklikleri inceledik, onlar üzerinde durduk, çeşitli örnekler vererek yeni değişen oyun kuralları üzerinde durduk. Fakat bununla birlikte her zaman olduğu gibi vurguladığımız en önemli şey VAR yokmuş gibi maç yönetmek, minimum müdahaleyle maç yönetmek, hakemliği sahada yapmak şeklinde oldu. Umuyorum bu başarılacaktır. Azerbaycan'daki hakemlerimiz aşağı yukarı 4 senedir video yardımcı hakemlikle beraberler ve bilgi düzeyleri çok iyi. Gördüğüm kadarıyla protokola çok bağlılar ve bundan sonra da yeni oyun kuralları değişikliği üzerine koyarak çok daha iyi bir sezon bekliyoruz. Bu toplanışdan əvvəl öncə bir neçə məqsədlərimiz var idi. O məqsədlər birincisi hakimlərin ümumi fiziki hazırlığını artırmaq, növbəti çempionatın oyunlarına tam hazır olması, UEFA, FIFA hakimlərimizin hal-hazırda Avrokuboklarda normal idarə etməsinə şərait yaratmaq, onları orada hazırlaşmaq bizim əsas məqsədlərimizdən biri idi. Bu toplanışdan öncə bütün hakimlər və hakim köməkçiləri UEFA standartlarına uyğun hər il çempionatdan öncə fiziki normativ, fiziki testlərdən keçdilər, uğurla keçdilər və hal-hazırda təlim məşq toplanışında yeni qaydalar üzərində, yeni qaydaların meydanda tətbiqi, fiziki yüklənmələrdən sonra oyuna nəzarət etmə, oyun qaydalarına riayət etmə kimi məqsədləri bu toplanışda güdürdük. Yəni də bir daha bu şəraiti bizə yaratdığına görə AFFA rəhbərliyinə, Hakimlər Komitəsinə, Hakimlər Departamentinə öz təşəkkürümüzü bildiririk. İnşallah çalışacağıq çempionatın başlanmasında da və davamında da uğurlu nəticələr göstərək. Təlim məşq toplantımız yüksək səviyyədə davam edir. Hər gün nəzəri dərslərimiz, praktiki məşğələlərimiz olur. Bilirik ki, bu il
önümüzə gələn çempionatımız keçən ilkindən daha da çətin olacaq. Ona görə də yüksək səviyyədə hazırlaşmağa çalışırıq. Bildiyiniz kimi bu il qaydalarda yeni dəyişikliklər olub və çalışırıq ki, o dəyişiklikləri həm nəzəri dərslərdə, həm praktiki məşğələlərdə yüksək səviyyədə mənimsəyək və çempionatımızda bunu da yüksək səviyyədə tətbiq eləyək. Hər il olduğu kimi bu ildə hakimlər və elit dərəcəli yanxat hakimləri üçün təlimlər təşkil olunub. Bu təlimlər ərzində həm fiziki hazırlığımızı, həm nəzəri hazırlıqlarımızı inkişaf etdirmək üçün nəzərdə tutulub. Mən düşünürəm ki, bu təlim çox effektiv şəkildə təşkil olunub və bütün hakimlər öz bacarıqlarını inkişaf etdiriblər. Bildiyiniz kimi, Beynəlxalq Futbol Assosiasiyası yeni qaydalar tətbiq eləməyə başlayıblar və biz də bu qaydalarla tanış olmuşuq və bu yeni qaydaları yeni sezondan Azərbaycan Premyer Liqasında və beynəlxalq yarışlarda tətbiq edəcək. Düşünürəm ki, ümumilikdə bu təlim-məşq toplanışı çox yüksək səviyyədə keçib və buna görə də öz təşəkkürümüzü bildiririk.